Bugünkü vaazımın adı belədir, hiyləgər ürək. Amma biz bilirik ki, bizim iki ürəyimiz var. Biri bu ürəkdir ki, döyünür. Hətta olur ki, o xəstələnir də, ağrıyır da və müalicə alırsan, sağalır. Amma bir də var ki, bizim görsənməyən ürəyimiz var. O bizim qəlbimizdir, görsənmir. Amma orada bir çox xəstəliklər olur. Bir çox günahlar yaşayır. Hiyləgərlik olur, kin olur, qeybət, mühakimə. Bu kimi günahlar yaşayır orada. Amma gəlin baxaq görək Allah bizim hansı ürəyimizə baxır. Və bu gün müqəddəs kitab bizə bax o ürək haqqında nələri deyəcək. Yeremiya peyğəmbərin kitabı 17-ci fəsil 9-cu ayədə, 10-cu ayədə yazılıb ki, İnsan ürəyi hər şeydən hiyləgərdir. Çarəsi yoxdur. Onu kim başa düşə bilər? Mən Rəbb ürəyi yoxlayıram. İnsanın fikrini sınayıram ki, hər kəsə əməllərinə görə, işlərinin bəhrəsinə görə əvəz verim. Amin. Çox belə qorxulu ayədir. Rəbb deyir ki, sənin ürəyin hiyləgərdir, amma bunun çarəsi yoxdur ki, sağalsın. Bax, mən yoxlayıram, hər kəsin ürəyinə baxıram. Baxıram ki, onun ürəyinə görə, əməllərinə görə əvəzim verim. Bilirsiniz, hiyləgərlik elə bir xəstəlikdir ki, o heç bir şeylə sağalmır. Müalicə alsan da sağalmır. Həkimə getsən də sağalmır. Çünki o ruhani bir xəstəlikdir. Mən bu yaxında bir insanla görüşdüm. O insan açıq ürək əməliyyatı olmuşdu. Və mən o insanla görüşdüm. Bilirsiniz, onunla ünsiyyətdə oldum, baxdım, gördüm ki, elə həmən insandır. Sadəcə sağlamlığında dəyişiklik var. Baxmayıraq ki, o ürək əməliyyatı olmuşdu. Amma onun xasiyyəti dəyişməmişdi. Onun istəkləri dəyişməmişdi. Onun arzuları elə yerində də qalmışdı. Bugünkü mövzumda iki insan haqqında danışacağım. Onun biri Yaqubdur, İshakın oğlu. O birisi isə Davuddur. Bilirsiniz, Yaqub İshakın oğlu idi. Allah onun anasına vəd eləmişdi ki, oğlun xeyir-dua alacaq. Amma bilirsiniz, Yaqub neynədir? Qardaşını aldatdı. Qardaşının ona ehtiyacı olanda qardaşını aldatdı. Xeyir duasını aldı, ilk oğulluq haqqını aldı. Sonra atasını aldatdı, atasının gözü görmürdü. Sonra atasını aldatdı və atasının xeyir duasını aldı. Sonra o dayısının yanına getdi. Bu səfər onun ehtiyacı var idi. Dayısı qızını sevdi. Amma bu səfər dayısı onu aldatdı. Və 14 il dayısı onu çoban kimi, qul kimi evində işlətdi. Amma bir müddətdən sonra Yaqub Allahla görüşdü və Allahdan yapışdı, ondan xeyir dua istədi. Bilirsiniz nə oldu? Allah onun adını dəyişdi. Allah onun ürəyini dəyişdi. Allah onun həyatını dəyişdi. 2 Timotey 3:13-də yazılıb ki, amma pis adamlar və saxtakarlar aldanaraq getdikcə daha betər olurlar. Yaqub vaxtında Allahla görüşdü. Belə davam eləsəydi, o getdikcə daha pis günə qalacaqdı. Yəni, insan həyatda nə əkirsə, başlayır onu da biçməyə. Bilirsiniz, mən bəzən baxıram, insanlar həyatlarından gileylənirlər. Bilirsiniz niyə? Gileylənmək lazım deyil. Çünki ürəyimizdə nə varsa, Allah dediyi kimi, o bizim həyatımıza gəlir. Bax, ona görə mövzum bugün o haqdadır ki, biz ürəyimizə baxaq, hər birimiz görək. O ürək Allahın sözü ilə doludur, yoxsa iblisin sözü ilə doludur. Və Davud haqqında danışmaq istəyirəm. Bir gün Allah Şamuyel peyğəmbərə belə bir söz deyir. Deyir, götür o yağ buynuzun, səni Betlexemli Yesseyin evinə göndərirəm. Get onun evinə. Onun evlatları arasında özüm üçün padşah təyin eləmişəm. Get onu padşahlığa məhs elə. Şamuyel gəlir Yesseyin evinə və Yessey oğlanların gətirir Şamuyelin qarşısına ki, Şamuyel ona xeyir dua versin. Amma heç özləri də bilmir ki, hansı oğuldur. Və ilk oğlu gələndə Şamuyel Elivanı görüb belə dedi. Eliavı görüb belə dedi. Doğrudan da Rəbbin məhs etdiyi Rəbbin qarşısındadır. Amma gəlin baxaq görək Allah Şamuyel'e hansı cavabı verdi. Onun görünüşünə və uca boyuna baxma, bunu Rəbb deyir. Mən onu rədd etmişəm. Ona görə ki, Rəbb insanın gördüyü kimi görməz. Çünki insan zahirə, Rəbb isə ürəyə baxır.
Peyğəmbər idi. Baxır, görür ki, bir ucaboy insan gəlir, qüvvətli, cəngavər, döyüşçü idi o. Düşünür ki, bəlkə elə Allahın seçdiyi bu insandır. Amma Rəbb deyir, xeyr, sən onun zahirinə baxırsan, mənsə onun ürəyinə baxıram. Onun ürəyi mənim xidmətim üçün yararsızdır. Və belə də olur həqiqətən. Və bunu birazdan görəcəyik. Və beləcə Yessə 7 dənə oğlun Peyğəmbərin qarşısından keçirdir, amma Allah hamısını rədd eləyir. Axırda Şaul qalxır, deyir ki, Şamuyel deyir ki, sənin başqa bir oğlun var. Deyir, var, bir dənəsi də var, qoyun otarır. Deyir, onu çağırtdır, gəlsin. Və Davud gələn kimi Allah Şamuyelə deyir, dur ona xeyir dua ver. Seçdiyim budur. Amin. Bilirsiniz nəyə görə Allah Davudu seçdi? Biz Davudun həyatına baxırıq, görürük ki, Allah Davudu ona görə seçdi ki, çünki Davud Allahı sevirdi. Və hətta məzmurlarında var ki, belə 119-cu məzmurda Davud bu sözləri deyir. Deyir, qaydalarından, əmirlərindən zövq alıram, sözünü unutmuram, onları sevirəm. Həqiqətən də Davudun həyatına baxanda görürük ki, onun sevən ürəyi var idi. Bəyəqələ qardaşım da o mövzudan danışırdı. Sevən ürəyi var idi. O xalqın sevirdi, o padşahın sevirdi, o qardaşın, atasın, yaxınların sevirdi. Bəs burada sual çıxır, biz necə gördüyümüz bacımızı, qardaşımız sevirik, yoxsa sevmirik? Ürəyimizdə yoxsa ona qarşı kinlə gəzirik, hiyləgərliklə gəzirik. Təzə bir metod çıxıb, hiyləgərlik sevgisi. Görəndə öpürük, görməyəndə nifrət edib dalınca danışırıq. Amma Allah belə ürəyi rədd eləyir. Allah belə ürəyi qəbul eləmir. Və bir dəfə mən bir insanla görüşdüm, yol gedəndə söhbət elədik. Dedi ki, bu günləri bir çox insanlar, bizdə belə bir söz var. Deyirlər, Allah sənin ürəyivə görə versin. Deyir, o sözə amin deyə bilmir. Bilirsiniz niyə? Çünki ürəyində o qədər paxıllıq var, xainlik var, kin var, mühakimə var. O desə amin, bilir ki, həyatına gələcək, qorxur. Ona görə onu demir. Demir ki, başına gələr. Amma bu günləri Allah bizi bilirsiniz, çağırır ki, biz o pisliklərdən təmizlənək. Və Rəbb görün bizə hansı ayəni deyir Yeremiya vasitəsilə. Ey Yerusəlim, ürəyini pislikdən yuyub təmizlə ki, xilas olasan. Bəd fikirlərin nə vaxta qədər içində qalacaq. Gəlin bu Yerusəlim sözünün yerinə hər birimiz eşidənlər öz adın qoysun o yerinə. O sözün yerinə öz adımızı qoyaq. Rəbb bizə deyir ki, təmizlən, o pisliyindən təmizlən. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, bəlkə kimsə sual verər ki, pislik nədir? Mənim ürəyimdə hansı pisliklər var? Baxın, görün Süleymanın məsələləri 6-cı fəsil 16-cı ayədə Rəbb nə deyir? Rəbbin zəhləsi 6 şeydən gedir. 7 şey var ki, ondan ikrah edir, yəni iyrənir. Təkəbbürlə baxan gözlər, yalan danışan dil, nahaq qan tökən əllər, məqsədi şər olan ürək, şərə çatmaq üçün qaçan ayaqlar, nəfəsini yalanla çıxaran yalançı şahid, qardaşlar arasında nifaq salan şəxs. Baxın, görün Rəbbin zəhləsi nədən gedir? Əgər bizim ürəyimizdə bu şeylər yaşayırsa, Allahın kəlamı ona görədir ki, biz özümüzü bu kəlam vasitəsilə yoxlayaq. Baxaq görək ürəyimizdə bunlar yaşamır ki, çünki özümüzü aldatmayaq. Bir çox insan düşünər ki, məni kim görür? Allah görür. Çünki onun gözləri qarşısında hər şey açıq-aşkardır. Allah hər şeyi görür və Rəbb bizə xəbərdarlıq eləyir ki, bu şeylərdən təmizlənək. Çünki təmizlənməsək, Vəh kitabında yazılıb ki, oraya murdar olan heç kim, iyrənc iş görən bir kimsə, yalan danışan girməyəcək. Allah bunu bizə deyir. Və mən bir məsəl danışmaq istəyirəm. Bir gün bir kral olur. Bu kral bir donuz balası götürür, başlayır bunu böyütməyə. Boynuna qızıl sep taxır, öz yatağında yatızdırır, öz yeməyindən verir ona. Amma bir gün gəzinti zamanı çölə çıxanda bu donuz kralın qucağından tullanır, gedir, girir bir gölməçiyə və başlayır o palçığın içində üzməyə və kralı dərd bürüyür.
Və bütün yığır oradakı həkimlərin hamısını ki, bir çarə tapsınlar, görək, axı bu niyə belə elədi? Mən bunu saxlayırdım belə, qulluq eləyirdim və bilirsiniz, onların arasında bir həkim olur, gəlir deyir ki, bunun ürəyi dəyişməlidir. O donuz ürəyi çıxmalıdır, onun yerinə quzu ürəyi qoyulmalıdır ki, o quzu kimi olsun və sənin yanında olsun. Eləcə də əziz bacılarım, qardaşlarım, bu günləri ürəyimizə baxaq görək, Allah bizdən hansı ürəyi istəyir? Rəbdən o ürəyi almaq üçün biz nə etməliyik? Bilirsiniz, Rəbb kəlamında nə deyir bizə? Yezekil Peyğəmbər vasitəsilə 36-cı fəsil 26-cı ayda deyir ki, mən sizə yeni ürək verəcəyəm, daxilinizə yeni ruh qoyacağam, köksünüzdən daş ürəyi çıxarıb, sizə ətdən olan yeni ürək verəcəyəm. Bunu Rəbb bizə vəd eləyir. Rəbb bizə vəd eləyir ki, mən sənin o daşdaşmış ürəyivi köksündən çıxaracam. Sənə yeni ruh, yeni ürək verəcəm. Amma nə vaxt? Nə vaxt ki, biz onun huzuruna gəlsək? Nə vaxt ki, biz gəlib yalvarsaq ki, İsa Məsih, mənim həyatımı dəyiş, mənim ürəyimi dəyiş, mənim o pis, murdar, iyrənc ürəyimi götür və mənə yeni təzə ürək ver. Bunu Rəbb mütləq edəcəkdir. Ona görə də, əziz bacılarım, qardaşlarım, biz baxırıq ki, Davud öz ürəyinə görə xeyir-dua aldı. Amma bir müddətdən sonra baxırıq ki, 50-ci məzmurda Davud deyir ki, ay Allah, məndə yeni ürək yarat, təmiz ürək yarat. Baxırıq ki, o ürəyi Davud almışdı, amma almaq kifayət deyil, onu qorumaq da lazımdır. Allahın kəlamı ilə qorumaq lazımdır. Allahın ruhu vasitəsilə o ürəyimizi qorumalıyıq ki, ora murdar şey girməsin. Və dünənləri mənim başıma bir hadisə gəldi, belə bir şey oldu. Tahirə ilə oturub söhbət eləyirik və o birdən mənə qayıtdı, dedi ki, bu nə sözdür sən dedin? Dedim, hansı sözü? Dedi, sənin ağzından bir söz çıxdı, onu bilmədin sən. Dedim, yox. Və üstündən 5 dəqiqə keçdi, yenə söhbət eləyir. O sözü özüm eşitdim. O sözü özüm eşitdim ki, öz ağzımdan çıxdı. Mən bilmirəm o söz mənə hardan əkilib ürəyimə. O mənim qulağımdan əkilib. Kimlənsə mən o sözü eşitmişəm, özüm də bilmədən o söz ürəyimə əkilib. Və o mənim dilimdən çıxdı. Ona görə bu günləri ehtiyatda olaq. Eşitdiyimiz sözlərə fikir verək ki, iblis bizim ürəyimizə öz toxumlarını əkməsin ki, onun sözü bizim ürəyimizdə yaşamasın. İcazə verməyək ki, bacımız qardaş haqqında, qardaşımız haqqında biri-birimizə kimsə pis toxum əkməsin. Yoxsa özümüz əziyyət çəkəcəyik. Ona görə də Süleymanın məsələlərində Rəbb deyir ki, hər şeydən əvvəl öz ürəyini qoru. Çünki həyat çeşməsi odur. Amin. Rəbb deyir ki, iman da, həyat da bizim bax bu qəlbimizdən başlayır. Qoyma ora murdar bir şey girsin. Xilas buradan başlayır. Allah bizim ürəyimizə başlayır. Və Rəbb ona görə kəlamda deyir ki, nə bəxtiyardır ürəyi təmiz olanlar. Çünki onlar Allahı görəcəklər. Amin. Bax biz o ürəklə yaşasaq, Rəbb dediyi ürəklə yaşasaq, onu qoruyub saxlasaq, sonunda İsa Məsihi görəcəyik. Rəbb sizə xeyir dua versin.